İtalyanın baş nazirinin karşısına bir sənəd gəlir. Yəni sabiq baş nazirlərdən də, hal-hazırda o da öyle elə bil. Roberto, bilmirəm, familiyası çıxdı yadına, adı Roberto. İtalyanın keçmiş nazirlərindən biri. Qarşısına stolun üstünə bir dənə sənəd gəlir. Sənəd bundan ibarətdir. Burada yaşayan müsəlmanlar, yəni müsəlmanların ailələri və xanımları başörtü ilə gəzməsi qadağa olunsun. Bundan sonra da küçəyə İtaliyada başörtü ilə çıxmasınlar. O Roberto, o nazir, İtalyan bir dənə nazir, o sənədləri itəlir kənara. Deyir, mən bunu imzalaya bilmərəm. Baxmayaraq ki, biz Məsihiyik və müsəlmanların əleyhinə bir dənə qanundur bu. Mən bunu imzalaya bilmərəm. Deyirlər, niyə? Deyir, biz Məsihi olduğumuz halda müqəddəs bildiyimiz varlıqların biri kimdir? Həzrəti Məryəmdir. Deyir, mən Həzrəti Məryəmin timsalların, onun o şəkillərin, oxşarların, təsəvvür olunub çəkilən rəsimlərin heç hicabsız görməmişəm, başı açıq görməmişəm. Mən necə hicaba qadağa qoyum? Bir dənə Məsihi şəxsin sözü. Deyir, mən düzdür Məsihiyəm, amma heç mən, biz demirik Həzrət Fatimə anamızdır, Quran demir Peyğəmbərin xanımları anamızdır, biz Peyğəmbərin xanımlarına deyirik də. Bu da deyir ki, müqəddəs Məryəm bizim anamız deyil, axı bizim anamızın heç baş açıq şəkli yoxdur. Məntiqə baxın. Əgər İslamın qanunları bütün bəşər cəmiyyətində əvvəldən ayaq tutub yeriyə bilsəydi, İnan Allah'a ki bütün dünya bir-birine kardeş olardı.